Şaxtada daha əla. Bununki şaxtadır. Dana ətindən bunu doldururuq. Bu yumşaq ətdən doldurulur. Şimal-qərb bölgəsində qış fəslinin əvəzolunmaz qida növlərindən biri də qurudulmuş ətdir. Qaxac əsasən Qax və Zaqatala rayonlarında iri buynuzlu və xırda buynuzlu heyvanların ətindən hazırlanır. Hazırlanma prosesi təqribən 1 ay çəkir. Bölgədə qaxac əti ilə yanaşı qurudulmuş dolma da hazırlanır. Payız gəldi, qışa doğru gedəndə havalar sərinlədikcə biz quru ətdən geniş istifadə edirik. Xəmir xörəklərin hamısını biz quru ətlə bişiririk. Yaş ətlə də olur, amma quru ətdən keyfiyyətli olur. Əvvəl heyvanı kəsib 5-6 saat qoymaq lazımdır ki, suyu çəkilsin, qanı çəkilsin, ət biraz özünə gəlsin. Sonra onu cırımlayırıq nazik-nazik, ortalarına kimi quruya bilsin. Nə qədər quruyanda onu saxlamaq uzun müddətli, uzun ömürlü olur. Yaya kimi saxlaya bilirik havalar isinənə kimi. Yumuşaq əti əvvəl maşından çıxarırıq. Onun içinə qatan otları var, ətiyyatı var. Onları da qatırıq, qoyuruq 1-2 gün, 3 gün duz kəssin. Heyvanın bağırsağını təmiz yuyub, acı bağırsağına. Onu dolduruq, onda quruduruq, havaya çıxardırıq, açıq havada əsasən quruduruq. Ayla da qoydursun orada quruya-quruya, amma əsasən 7-10 gündə normal qurutmağı olur. Biz dağ ətəyi yerlərik. Görürsən, qışlar qar yağır, yollar bağlanar. Bu ehtiyatımıza görə əvvəldən dədə-babamız buna bizi öyrədibdir. Həm də onun tamı başqadır. Əsas sürhülü bişiririk. İkinci, bu xəngəli deyirik. Bu bizim kəndimizin, bölgənin xörəyidir. Çünki insan xəstələnəndə, suyuq deyirlər, düyü ilə bunu tökür o turşu içinə. O çox yaxşı. Həm də xəstəyə aromatlı dadı olur onun gözəl. Soyutmasını da elə yemək olur. Hansı cürə istəsən. 2 kilo yarım ətdən 1 kilo quru ət çıxır. 2 kilo yarım onun yaş vaxtı, 2 kilo yarım olanda təmiz quruyanda 1 kilo qalır. Quru ət 40 manatdır, doldurma 45 manat. Ona görə ət 17 manatdır axı bizdə. Onu 2 kilo yarımını götürürük bu qaydaya da bir balaca. Doldurma niyə bahadır? O sümüklər çıxanda o biraz baha başa gəlir. Allah qoysa yeni ildə ondan ötürü uzaqdan dostumuz, tanışlarımız gələcək uzaq rayonlardan ki, biz gedib Zaqatalıda quru ətdən xörəklər yeyəsiyik.